Kəlbəcər su meliorasiya sistemlərinin istismarı idarəsi 1993-cü ildən Bərdə rayonu Ləmbəran ərazisində Kəlbəcər rayonuna məxsus 1200 hektara yaxın torpaq sahələrinin suvarılması işləri ilə məşğul olur. İdarənin balansında 26 kilometrə yaxın suvarma kanalları mövcuddur ki, bu kanallar vasitəsilə əkin sahələri bol suvarma suyu ilə təmin olunur. Bundan başqa 2 nasostansiya və 9700 boru xətti də istismar olunur. Görülən işlərin məqsədi əkin aparılan torpaq sahələrinin vaxtında su ilə təminatı, o cümlədən məhsuldarlığın artmasına töhfə verməkdir. İdarə tərəfindən şoranlaşmanın qarşısının alınması məqsədi ilə meliorasiya işləri də davam etdirilir. Bərdə rayonunun Ləmbəran Toxumçuluq Birliyində məskunlaşan 55 ailəyə məxsus 1149 hektar əkin sahəsinə xidmət göstərir. Bu əkin sahələri Qarabağ suvarma kanalı vasitəsilə suvarılır. Təsərrüfat daxili kanalın uzunluğu 25,4 kilometrdir. Bundan 6,5 kilometri beton, 18,9 kilometri torpaq kanaldır. Ərazidə 51 ədəd şülüz qapı, 30 ədəd körpü və keçidlərdən istifadə olunur. Bundan əlavə olaraq drenaj kollektor şəbəkəsi 13,6 kilometrdir. Mövsümlə əlaqədar olaraq sentyabr ayından bugünə qədər 12 kilometr kanalımız lildən təmizlənmişdir. Qeyd edək ki, Kəlbəcər su meliorasiya sistemlərinin istismarı idarəsi Bərdə, Göygöl və Samux rayonlarında idarənin balansında olan torpaq sahələrinə xidmət edir.